görmə pərəstiş eləmişsiniz də. Hər bir insan istər-istəməz özünün bir baxdığı bir məsələndə bir sima var. Hər bir peşəkar idmançı onun oxşamaq istədiyi bir legendası olur, seçir. Mənim tək bir nəfər olmayıb. Mənim ümumiyyətcə boks, peşəkar boksa keçəndən sonra bu mənim həyat tərzim idi. Bu mənim qazancım idi, bu mənim yaşayışım idi, bu mənim işim idi. Mən çempion olmaq üçün çempionluq hissləri ilə yaşayırdım. Həm yatırdım, həm dururdum. Bütün döyüşlərə baxırdım. Joe Frazier'a baxırdım, Muhammed Ali'yə baxırdım, Sugar Ray Robinson'a baxırdım, Rocky Marciano'ya baxırdım, John Lewis'a baxırdım. Bu döyüşlər, köhnə döyüşlərə daha çox üstünlük verdim. Savremenli boksörlərə yox. Yəni 90-cı ildən bəri şübhəsiz boks qat-qat çox inkişaf eləmişdir ki, 60-cı, 70-ci, 80-ci ildə. Mən danışdığım